Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizinlə riyaziyyat severlər rubrikasında yenidən görüşürük və sizə maraqlı məsələlər və təhlillər həll edəcəm. Məsələ 1. 5 oğlan və 4 qız 9 nəfərlik yerdə oturmaq istəyir. Belə ki, hər qız 2 oğlanın arasında olsun. Bunu neçə üsulla etmək olar? Həlli. Əvvəlcə həndəsi təsvirini verək. 9 yerdə 9 qızın oturmasını göstərək. Fərz eləyək ki, simvolik olaraq oğlanları işarə eləyək bu cürə və deyək ki, qızları işarə eləyək digər rənglə, bu da olsun qızlar. Və oturma qaydasını oğlan və qız olmalı. İki oğlanın arasında bir. Oğlanlar əvvəlcə göstərəm. Bu bir yer oğlanlar üçün olan yer, oğlan, oğlan. Göründüyü kimi saydan bir 5 oğlandır. Ona görə də 5 oğlan qeyd edirik burada. 4, bu da 5. Və qızlar. Simvolik olaraq belə işarə eləyək ki, məsələnin əyanəliyi artsın. Və burada nömrələyirəm. Birinci oğlan, ikinci qız, üçüncü oğlan, dördüncü qız, beşinci oğlan, altıncı qız, yedinci oğlan, səkkizinci qız, doqquzuncu oğlan. Yer dəyişmələr. 2 oğlan, 1 qız. 2 oğlan, 1 qız. Buradan görünür ki, tək nömrələrdə, oğlanlar yer dəyişir. Tək nömrələr 1, 3, 5, 7, 9. Cəmi 5 saydadır. Qızların yer dəyişməsi 2, 4, cüt yerlərdə 6, 8. Bunların da sayı 4'dür. Onda nizamlı permütasiyadan istifadə eləmək olar. Pn bərabərdir n faktorial. Qızların yer dəyişməsi sayı P4, çünki say 4'dür burada. 4 faktorial, bu da bərabərdir 24. Oğlanların yer dəyişməsi 5 oğlandır, 5 yerdə. Oğlanlar oğlanlarla yerini dəyişə bilər. Qızlar qızlarla. Bu da olur 5 faktorial bərabərdir 120. Vurma prinsipinə görə ümumi yer dəyişmələr sayı P4 vuraq P5. Bu da bərabərdir 24 vuraq 120, 2880. Məsələ 2. Həsənov və Hüseynov da daxil olmaqla 12 əskərdən 3-ü növbətçiliyə getməlidir. Həsənovun növbətçiliyə getdiyi, Hüseynovun isə getmədiyi halı neçə üsulla göstərmək olar? Həlli. Cəmi 12 əskər var. Və bu 12 əskərdən 3-ü növbətçi getməlidir. 3 nəfər növbətçi olmalıdır. Həsənov gedir. Deməli, Həsənov gedir. Bir nəfər növbətçi artıq təyin olundu. Hüseynov da getmir. Onda 12-dən ikisini çıxırıq. Qalır 10 nəfər əskər. Və Həsənov gedirsə, Hüseynov getmirsə, bir əskər getdi, biri getmədi. 10 qaldı. Ondan da ikisi növbətçi olmalıdır. Çünki 3 dənə növbətçi tələb olunur. Bunu təkrarsız kombinizonun köməyi ilə həll eləmək olar. Kombinizon n-dən k bərabərdir n faktorial. K faktorial vuraq n çıxaq k faktorial. Yəni burada artıq biz təyin eləməliyik kombinizon 10-dan ikisidir. Bu olur 10 faktorial bölünsün 2 faktorial vuraq 10 çıxaq 2 faktorial. Məxrəci tapırıq 2 vuraq 8 faktorial. Surəti 8 faktoriala uyğun xırdalayırıq. 8 faktorial vuraq 9 vuraq 10. 8 faktoriallar ixtisarı oldu. 2 ilə 10 ixtisarı oldu 5. 45. Kombinizon 10-dan 2 bərabər oldu 45 üsulla. Beləliklə 12 əskərdən 3-ünün növbətçiliyə getməsi
Həsənovun növbətçilikdə iştirak etməsi, Hüseynovun iştirak etməməsi 45 üsulla yerinə yetirilə bilər. Məsələ 3. Hansı böyükdür? Sinüs 47 dərəcə, yoxsa sinüs 157 dərəcə? Həlli. Deməli, gördüyünüz kimi burada bucaqlar müxtəlifdir. 47 dərəcə, 157 dərəcə və bu məsələni həll etmək üçün biz çevirmə düsturuna istifadə edib eyni rübə gətirək, həmin rübdə sinüs funksiyasının artan azalan olduğunu təyin edək. Böyük bucaq 157 dərəcədir. Siz bilirsiniz ki, sinüs alfa bərabərdir. Sinüs 180 dərəcə çıxaq alfa çevirmə düsturlarından sizə məlumdur. Onda sinüs 157 dərəcəni mən yaza bilərəm. Bərabərdir. Sinüs 180 dərəcə çıxılsın 157 dərəcə. Və bu da bərabərdir sinüs 23 dərəcə. Və indi bucaqlara baxırıq. 47 dərəcə böyükdür 23 dərəcədən. Sinüs x funksiyası da, sinüs x funksiyası birinci rübdə artandır. Onda sinüs 47 dərəcə böyük olacaq sinüs 23 dərəcə. Sinüs 23 dərəcə də sinüs 157 dərəcənin qiyməti idi. Buradan çıxır ki, sinüs 47 dərəcə böyükdür sinüs 157 dərəcə. Sinüs 47 dərəcə böyükdür sinüs 157 dərəcədən. Məsələ 4. Limiti hesablayın. Limit x yaxınlaşanda sonsuzluğa 1 bölək x-in üstündə 1 bölək x. Həlli. Deməli, gördüyünüz kimi x sonsuzluğa yaxınlaşanda bu limit 0 üstü 0 şəkilli qeyri-müəyyənliyə gəlir. 1 bölək x, 1 bölək x. Onda biz istifadə edək belə bir düsturdan. 1 bölək x-in üstündə 1 bölək x-i yazıram y-nin üstündə ln, y-nin üstündə ln 1 bölək x-in üstü 1 bölək x. Və bu artıq bu da verəcək bizə y-nin üstündə 1 bölək x ln 1 bölək x. Bax, bundan istifadə eləsək, onda alırıq limit x yaxınlaşanda sonsuzluğa 1 bölək x üstü 1 bölək x bərabərdir. Limit x yaxınlaşanda sonsuzluğa ifadənin qiymətini yerinə yazıram bunu. Y-nin üstü 1 bölək x ln 1 bölək x. Bu da bərabərdir. Bildiyiniz kimi limiti y-nin üstünə keçmək olar. Y üstündə olacaq limit x yaxınlaşanda sonsuzluğa. Bunu yazıram ln 1 bölək x. Bu x-i məxrəcdə yazırıq bu şəkildə. Və görürük ki, y-nin üstündəki bu limit altı ifadə sonsuzluq bölünsün sonsuzluq şəklində qeyri-müəyyənlikdir. Onda L'Hopital qaydasını tətbiq eləyək. Limit x yaxınlaşanda sonsuzluğa x-in törəməsi ln 1 bölək x-in törəməsi. Bu bərabərdir. Y-nin üstündə limit x yaxınlaşanda sonsuzluğa 1 bölək ln-in törəməsi 1 bölək x vuraq 1 bölək x vuraq 1 bölək x-in törəməsi. 1 bölək x-in törəməsi. X-in törəməsi də 1 verdi. Buradan aldıq ki, y üstündə limit x yaxınlaşanda sonsuzluğa 1 bölək x, 1 bölək x-in törəməsi burada alındı. X vuraq, buradan x aldıq. Vuraq 1 bölək x-in törəməsi də mənfi 1 bölək x kvadrat verir. Və bu ifadə bərabər oldu. Y-nin üstü limit x yaxınlaşanda sonsuzluğa mənfi 1 bölək x. Bu da sıfıra yaxınlaşır. Aldıq ki, y üstü 0 bərabərdir 1. Beləliklə, bu limitin qiyməti 1-ə bərabər. Məsələ 5, f(x) bərabərdir x-də gəl 1 bölək
1 olarsa 2026 dəfə F'in superpozisiyası 2026 nöqtəsində bərabərdir sual. Sadəlik üçün F və s. F x-ləri bu say n sayda F nx ilə işarə edirəm. Və n-ə qiymətlər verir. n1 olanda f1x bərabər olacaq elə fx-in özünə. N-ə 2 qiymət verirəm. F2x nə deməkdir? F'in öz-özünə superpozisiyası deməkdir. Bu bərabərdir. Funksiyada x-in yerinə funksiyanın qiymətini yazıram. Olacaq x-in yerinə yazanda x üstə gəl 1 bölə x çıxaq 1. Üstə gəl 1. X üstə gəl 1 bölə x çıxaq 1 çıxaq 1. Bunu sadələşdirirəm. Alıram x üstə gəl 1. Üstə gəl x çıxaq 1. X üstə gəl 1 çıxaq x üstə gəl 1. X minus 1'lərdir, ixtisar oldu. Burada sadələşdiririk. Sadələşdiririk, alırıq. 2x bölək 2 alınır x-ə. Deməli, cavab bu halda f2x bərabər oldu x-ə. Bunu qeyd edirik. Və f3x nə deməkdir? F'in 3 dəfə öz-özünə superpozisiyası. Və buradan görünür ki, f(x) isə burada tapmışam artıq x-ə bərabər. Bu elə bərabər oldu f(x)in özünə. F4'ü tapıram. Bunu o deməkdir ki, f(x) bu bərabərdir. F3'ün qiyməti bu fx-dir. F4x də fx-ə bərabər oldu. Deməli, onda bu bərabər oldu. X-in qiymətinə fx verir bu. Bu da ki x-ə bərabərdir. Deməli, qanuna uyğunluq tapdıq ki, fnx bərabərdir. Fx-in özünə, fikir versəniz görərsiniz, fx-in özünə n tək olanda, x-ə bərabərdir, n cüt olanda. Bizdə də n cütdür. Onda f 2026'da elə bu ifadə deməkdir. 2026 elə bərabərdir. X olduğundan x-də də 2026'nın özünə bərabərdir. Bu mürəkkəb funksiyanın 2026 nöqtəsindəki qiyməti 2026'ya bərabər. Məsələ 6 ifadənin qiymətini tapın. A bərabərdir. Mötərizənin içində belə bir mürəkkəb ifadə var, üstü ifadə, onun qiymətini tapaq. Sadəlik üçün əvvəlcə bu ifadəni tapaq. Deməli, yazıram 27'nin üstü 9 üstü mənfi 2'nin üstü mənfi 1. Bu bərabərdir. 27'nin üstündə mənfi 2'nin üstü mənfi 1 bu verir. Mənfi 2'də 1. Yazıram 27'nin üstündə 9 üstü mənfi 2'də 1. Bu da bərabər oldu. 27, 9, 3'ün kvadratıdır. 3'ün kvadratı. 3 üstündən 2 vuraq mənfi 2'də 1. Buradan aldım 27'nin üstündə 2 ilə 2 ixtisar oldu. 3'ün üstü mənfi 1. Bu da bərabərdir. 27'nin üstü 3'də 1. 27 3'ün kubudur. Vuraq 3'də 1. Bu bərabər oldu 3'ə. Deməli, bizim ifadə onda A bərabər olacaq. A bərabərdir. 3'ün üstündə mənfi 3 üstü mənfi 1. Bunun qiyməti 3 oldu. 3 üstü mənfi 3. Və bunu hesablayırıq. Burada alınır. Bu bərabərdir. 3'ün üstü mənfi 3'də 1. 3'ün üstü mənfi 3'də 1. Üstü 3. Bunun üstü mənfi 3. Burada ixtisarlar oldu. 3'ün üstü mənfi 1 qaldı. Burada da vuraq mənfi 3 var. Və aldıq 3'ün üstü 3. Bu da bərabərdir 27.
Verilən ifadənin qiyməti 27-yə bərabər. Məsələ 7. Bir müəllim və 10 şagirddən ibarət bir komandadan 5 nəfər olimpiyadaya getməlidir. Əgər müəllim olimpiyadaya gedirsə, neçə üsulla 5 nəfər olimpiyadaya gedər? Deməli, həlli. Məsələdən görünür ki, bir müəllim və 10 şagirddir. Bir müəllim 10 şagird elədi 11 nəfər. Müəllim olimpiyadaya gedir. Müəllim olimpiyadaya gedirsə, 10 şagird içərisindən 5 nəfər getməli idi. Müəllim gedirsə də 4 nəfər seçilməlidir. 10 şagirddən 4 nəfər seçilməlidir. Onda təkrarsız kombinizonun düsturundan istifadə eləyək. N faktorial bölək K faktorial vuraq N çıxaq K faktorial. Gerdə qalan 4 şagirdi də 10 nəfərdən seçməli kombinizonun düsturundan. Olacaq onda kombinizon ondan 4 bərabərdir. 10 faktorial bölək 4 faktorial vuraq 10 çıxaq 4 faktorial. Alıram, məxrəci hesablayıram. 2 vuraq, 3 vuraq, 4 vuraq 6 faktorial. 10 faktorialı 6 faktoriala görə xırdalayırıq. Vuraq 7, 8, 9. Vuraq 10. Bu bərabərdir. 2 dəfə 4, 8 yığsar, 3 yığsar. Qaldı 7 vuraq, 3 vuraq 10. Bu da bərabərdir 210. Deməli, kombinizon ondan 4 bərabər oldu 210-a. Müəllim özü getmişdi, 4 nəfər də seçildi. Cəmi ümumiyyətlə 210 üsulla 5 nəfər olimpiyadaya gedə bilər. Məsələ 8. X-in üstü Y, onun üstü Z bərabərdir. 32-nin üstü 25 üstü 3 tənliyindən X, Y, Z sadə ədədlərini tapın. Bilirsiniz ki, sadə ədədlər o ədədlərə deyilir ki, ancaq 1-ə və özünə bölünür. Deməli, burada bu bərabərlikdən, yəni bu tənlikdən X-in, Y-in, Z-in sadə qiymətləri nəyə bərabərdir, onu tapaq. Yazıram tənliyin özünü. X-in üstü Y üstü Z bərabərdir. 32-nin üstü 25 üstü 3. Və buradan çıxır ki, alıram 25-i burada yazıram 5-in kvadratı. Olacaq X-in üstü Y üstü Z bərabərdir. 32-nin üstündə 5-in kvadratının kubu. Və burada olacaq qüvvəti qüvvətə yüksəltmək üçün bilirsiniz ki, A üstü M üstü N bərabərdir A üstü M N. Bundan istifadə edirik, bu bərabərdir. Bu ifadənin qiymətini tapırıq. Olacaq buradan çıxır ki, X-in üstü Y, Y üstü Z bərabərdir. 32-nin üstündə 5-in üstü 6, 2 dəfə 3, 6, 5-in üstü 6. Və sonra götürürəm 32-ni, 2-nin üstü 5 yazıram. Bu olacaq, buradan çıxır ki, X-in üstü Y üstü Z bərabərdir. 2-nin üstü 5-in üstündə 5 üstü 6. Və fikir versəniz görərsiniz ki, yenə də bu düsturun köməyindən alıram. X-in üstü Y üstü Z bərabərdir. 2-nin üstündə 5 vuraq 5-in üstü 6. Və buradan çıxır ki, X-in üstü Y üstü Z bərabərdir. 5-in üstü 1'dir. Üstər top A üstü M vuraq A üstü N bərabərdir. A üstü M üstə gəl N düsturuna əsasən alıram. Bu bərabər olacaq 2'nin üstü 5 üstü 1 üstə gəl 6. Buradan da aldım ki, X-in üstü Y üstü Z bərabərdir. 2'nin üstü 5 üstü 7. Beləliklə X 2'yə bərabər oldu. Y 5'ə, Z də 7'yə və gördüyünüz kimi bunlar hamısı sadə ədədlərdir. 2, 5, 7. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.